İsrail ordusu İranın nüvə obyektlərinə, hərbi obyektlərinə, yüksək səviyyəli hərbi və nüvə rəsmlərinə zərbələr endirib. Nəticədə İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qulaməli Rəşid, İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general-leytenant Məhəmməd Baqeri, İranın ali dini rəhbəri Seyid Əli Xamneyinin müşaviri Əli Şamxani, nüvə alimləri, İranın Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasi və İslami Azad Universitetinin prezidenti Məhəmməd Mehdi Tehrançı öldürülüb. İran tərəfi isə İsrail istiqamətində 100-dən çox dron buraxıb. Nəticələri barədə məlumat yoxdur. İsrail Hərbi Hava Qüvvələri bəyan edib ki, İrana zərbələr endirmək üçün 200 təyyarə cəlb edilib. Onlar 100 hədəfə 330-dan çox döyüş sursatı atıblar. Bundan başqa, İlkin məlumata görə İsrailin İrana endirdiyi zərbələr nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb. İsrailin Müdafiə Naziri İsrail Katz İrana zərbə endirməsini İsrail dövlətinin və Yahudi xalqının tarixində həlledici an adlandırıb. Hazırda kritik bir mərhələdəyik. Əgər bu fürsəti qaçırsaq, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün əlimizdə heç bir imkan qalmayacaq deyə Müdafiə Naziri əlavə edib. O bildirib ki, İsrail ötən bir il yarım ərzində İranın bölgədəki nümayəndələrinə qarşı tədbirlər görsə də, indi birbaşa İranın başı ilə, İranın özü ilə qarşı-qarşıyadır. Bu arada Beynəlxalq Atom Enerji Agentliyi İranın Natans şəhərində yerləşən əsas nüvə zənginləşdirmə obyektinin İsrailin hava zərbələri nəticəsində vurulduğunu təsdiqləyib. Bildirilib ki, agentlik İranda yaranmış vəziyyəti dərin narahatlıqla izləyir. Məlumata görə agentlik hazırda hadisə yerində radiasiya səviyyəsini izləyir və İranda olan müfəttişləri ilə yanaşı İran rəsmləri ilə daimi əlaqə saxlayır. İran televiziyası bildirib ki, İsrailin Natanzdakı nüvə obyektinə hücumundan sonra radiasiya sızması əlaməti yoxdur. Bu arada BMT-nin baş katibi Antonio Guterres isə İsrailin İrana nüvə obyektlərinə zərbə endirməsindən narahatdır və tərəfləri maksimum təmkinli olmağa çağırıb.